Bəli. Aha. Bəli. Deməli, Klavdiya Ptolemeyə aid nə deyirdik? Deyirdik ki, xəritəsi daha mükəmməl idi. Səbəb o idi ki, meridian və paralellərin kəsişməsi, yəni dərəcə toru təsvir olunmuşdu. Burada da deyir ki, meridianların çəkilməsi, paralellərin çəkilməsi, dərəcə torunun verilməsi. Deməli, bunlar hamısı Ptolemeyə xəritəsinə aiddir. Deyir, yer kürəsinin bir hissəsini təsvir etmişdi. Həqiqətən də yer kürəsinin bir hissəsini təsvir etmişdi. Hansı ki, Cənubi Avropanı, daha sonra Şimali Afrika Liviyanı, Qərbi Asiyanı təsvir etmişdi. Bu fikir də doğrudur. Y variantında deyir ki, yer kürəsini tam təsvir etmişdi. Axı tam təsvir etməmişdi. O Cənubi Amerika məlum deyildi. Sonra Avstraliya, Antarktida, Şimal Buzlu okean məlum deyildi həmin dövrlər üçün. Həmin əraziləri təsvir etməmişdi. Bu fikir yanlışdır. Bizdən də yanlışı soruşur. Deməli, Y variantı yanlışdır. Sonra 5-lə 6. 5-lə 6. 5-də deyir ki, Antarktida materikini kəşf etmiş səyyahlar. Antarktida materikini kim kəşf etmişdi? Bellingshausenlə Lazaryev. Amma qütb olaraq kim kəşf etmişdi? Deyirdik ki, Amundsenlə Scott. Deməli, 5-in cavabı nə oldu? D variantı. Bellingshausenlə Lazaryev 1820-ci ildə Antarktida materikini kəşf etdi. Amma Amundsen Scott isə qütbü, cənub qütbünü kəşf etdi. Daha sonra 6-da deyir ki, yerin coğrafi qütblərini fəth etmiş səyyahlar. Bax, qütbü də bayaqlar qeyd etdim ki, Amundsen idi, Scott idi, Robert Peary idi ki, qütbü kəşf etmişdi. Deməli, bizim cavabımız onda nə olur? Deməli, Scott, Robert Peary, Amundsen, Y variantı. 5 Y variantı, 6 Y variantı. Qütbləri kim kəşf etmişdi? Cənub qütbünü dedik ki, Amundsenlə Scott kəşf etmişdi. Daha sonra Robert Peary isə şimal qütbünü kəşf etmişdi. Bu kitabda qeyd olunub. Səyyahlar mövzusunu demək ki, yaxşı oxumayıbsan. Aha. 10-da. 10-da. Hacı Zeynalabdin. Yox, 10 düzdür. Aha. O düzdür. Başqa? 12. 12. Cənub qütbünü fəth etmiş səyyahlar. Dedik, bayaqlar qeyd elədik. Hansı səyyahlar idi? Dedik ki, qütbü kim kəşf etmişdi? Amundsenlə Scott, materiki də Bellingshausenlə Lazaryev. Bizdən cənub qütbünü soruşur. Yəni 90 dərəcəni soruşur. Bunu kəşf etmişdi kim? Robert Scott, Roald Amundsen. C variantı. 17-də. 17. Hansı hadisədən sonra Avropaya bibər, pomidor, kartof, tütün və qarğıdalı yeni dünyanın kəşfindən sonra, yəni Amerikanın kəşfindən sonra, deməli Amerikadan Avropaya gətirildi bibər, pomidor, kartof, tütün və qarğıdalı kimi bitkilər. Deməli nə oldu? B variantı. Sonra mənə B qrup test tapşırıqlarında var. Hansı? 23. 23. 23. 23-də deyir ki, Kristofer Kolumbdan daha əvvəl Amerika qitəsində olmuşdu Lev Erikson. Deyir ki, Amit kitabından oxumuşduq ki, deməli, Kristofer Kolumbdan əvvəl, deməli, olmuşdu 5 əsr əvvəl Amerika qitəsinin şərq hissəsində olmuşdu Lev Erikson. Olur B variantı. 23. 27. 27. Deyir ki, Avrasiyanın şimal-şərq, Şimali Amerikanın şimal-qərb hissələrinin öyrənilməsində xidmətləri böyük olan səyyahlar. Deyir ki, Avrasiyanın şimal-şərqində olmuşdu Dejinyov. Ucqar şərq nöqtəsi də onun adı ilə bağlı idi. Və Bering. Beringdəki Şimali Amerikanın şimal-qərb nöqtəsi olmuşdu. Olur nə variantı? Deməli, Y variantı. 32-də. 32. Hansı materik kəşf edildikdən sonra ətrafındakı adalara yeni sözü əlavə edilib? Yeni İrlandiya, Yeni Britaniya, Yeni Zelandiya. Yeni Zelandiya sözündən tutmalıydın. Yeni Kaledoniya olaraq Avropa adlarının adları verilmişdi. Deyir ki, bu Avstraliya materikidir ki, kəşf olundu. Kəşf olunandan sonra hansı ki, Avropalılar gəldilər, kəşf etdilər və Avropada olan adlar, hətta Yeni Zelandiya adında deyirik ki, Danimarka ölkə olaraq keçəcək indi Danimarka da yaxın, yəni Danimarkanın paytaxtı Kopenhagenin yerləşdiyi ada da Yeni Zelandiya adasında yerləşir. Həmin adı gətirib, hansı ki Avstraliyanın cənub hissəsində, cənub-şərq hissəsində olan Yeni Zelandiya adasına qoymuşdular. Deməli, Yeni Zelandiya Avstraliya kəşf olunandan sonra Avstraliyanın ətrafındakı adalara yeni sözü əlavə olunaraq, deməli, qoyuldu da, adlar qeyd olundu ki, bu adlardır. Mənim siz 30-a baxdınız, mən 32 demişdim. 32 deyirəm elə məndə. 32-də nədir burada? Mən öz kitabımdan baxıram. Baxın bir dəqiqə. 30, 31, 32. 32-də deyir ki, Avstraliyanın tədqiqində iştirak edən səyyahları müəyyəndir. Avstraliyanın tədqiqində dediyi axı 1600-cü ildə oldu Yanson, 1642-ci ildə oldu Abel Tasman, daha sonra oldu Cook. Cook isə materik olaraq kəşf etdi. Deməli, nə variantı olur?
Deməli, B. AB Tasman, James B. Cook B variantı. Sonra 34-dən 35. 34. Xristofor Kolumb və Amerika Vespucci, bayaqlar dedik bunu. Xristofor Kolumbdan və Amerika Vespucci-dən 5 əsr əvvəl 10-cu əsrdə. Xristofor Kolumb dedik 1492-ci ildə, yəni 15-ci əsrdə Amerikaya getdi. Amma onlardan 5 əsr əvvəl, yəni 10-cu əsrdə oldu Lev Erikson B variantı. Bu kitabda qeyd olunur. Kitabda dönə-dönə oxuyun, təkrar edin. Oxuyun, təkrar edin. Səyyahlar mövzusu elə yadınızda qalacaq, daha yaxşı yadında qalacaq. Test işlədikcə də, onu müzakirə elədikcə də daha qəşəng, mükəmməl oturacaq beyninizdə, narahat olmayın. Aha, başqa sualınız? 35. 35. 35-də deyir, hansı coğrafi hadisə Antarktida materikinin kəşfindən sonra baş vermişdir? Bir-bir müzakirə edirik. Antarktida materiki neçənci ildə kəşf olundu? 1800, deməli deyirdik ki, 20-ci ildə kəşf olundu. Ondan əvvəl hansı ərazilər kəşf olundu? Avstraliyanın kəşfi 1700, materik kimi kəşfi 1771-ci ildə oldu. Amma ada olaraq kəşfi 1600-cü ildə oldu. Deməli bu deyil. Kəşfindən sonra deyir. Antarktidanın kəşfindən sonra, yəni 1900-cü illərdən söhbət gedir. İlk dünya səyahəti. İlk dünya səyahətini kim eləmişdi? Fernand Magellan eləmişdi, dedi. 1519-1520-ci illərdə. Deməli il olaraq 1820-ci ildən əvvəldir. Bizə sonrası lazımdır. Avropadan Hindistana dəniz yolunu kəşf etmişdi. 1498-ci ildə deməli deyirdik ki, kim? Vasco da Gama. Vasco da Gama Avropadan Hindistana dəniz yolunu kəşf etdi. Bu da olur 1498-ci il, yəni 1820-ci ildən əvvəldir. Amerikanın kəşfi. Amerikanın kəşfi 1492-ci ildə Xristofor Kolumb tərəfindən kəşf olundu. Bu da deyil. Şimal coğrafi qütbünün kəşfi 1900, deməli Robert Piri tərəfindən kəşf olundu. 1900 neçənci il idi, yadımdan unutdum, amma bu deməli ki, Antarktidadan sonra kəşf olundu. Olur nə variantı? Y variantı. Bir dəqiqə Şimal qütbünün 1900 neçənci ildə idi? Deyim onu. Şimal qütbünün kəşfi. Robert Piri tərəfindən 1909-cu ildə kəşf olundu. Cənub qütbü 1911-1912-ci ildə kəşf olundu. Amma Şimal qütbü deyirik ki, 1909-cu ildə kəşf olundu. Deməli, 1820-dən sonradır. Bizə sonra lazım olduğuna görə Y variantını götürürük. Aha. 52. 52. Nə üçün Avropalılar Hindistanı qərbdə axtarırdılar? Niyə qərbdə axtarırdılar? Həmin dövr üçün biz deyirdik ki, Ptolomey də, Aristotel də, bunlar hamısı iddia edirdilər ki, fikir irəli sürürdülər ki, yer kürə formasındadır. Ona görə də fikirləşirdilər ki, qərbə getsələr, gəlib çatacaqlar Hindistana. Yəni, hərvənçilər də gəlsələr, ilkin çıxdıqları məntəqəyə gəlib çatacaqlar. Buna görə. Deyir ki, şərqə doğru üzmək mümkün deyildi. Bu səhv fikirdir. Onlardan əvvəl bu yolla Hindistana getmiş Afrikalılardan aldıqları məlumata görə yox, bu yolla ticarət edən Hindistan gəmisinin xəritəsinə görə, mifoloji inanclara görə şərqə doğru üzmək uğursuzluq gətirdi. Yox, yer kürə formasında olduğuna görə qərbə doğru üzməklə Hindistana çatacaqlarına əmin idilər. Y variantıdır burada cavab. Çünki yerin kürə formasında olması fikri həmin dövr üçün mövcud idi. İdeya olaraq, hansı ki biz Babillərdən əvvəl keçdik, Aristotel elmi cəhətdən sübut etmişdir ki, yer kürə formasındadır, ay tutulmasına əsasən. Ona görə. 54. 54-55. 54. Doğru olmayan fikrin müəyyənidir. Yer yeni dünya kəşfindən sonra Amerikadan Avropaya, bəli, pomidor, kartof, tütün kimi bitkilər gətirildi. İspanlar, Portuqallar Amerikanın mərkəzi, bunu qeyd edə bilərsiniz. Kitabda da var, qeyd eləməsəz də olar. Altından xətt çəkin lap kitabda ya da ki qısır edibsinizsə. Deməli, İspanlarla Portuqal Cənubi Amerikanı, Mərkəzi və Cənubi Amerikanı kəşf etdilər. Orada məskunlaşdılar. İngilislər və fransızlar isə şimal hissəsini öyrəndilər Amerikanın. Mənimsəmişlər. Deməli, bu fikir də doğrudur. Avropalılar onlara məlum olan Avropa, Asiya, Şimali Afrikanı köhnə dünya adlandırırlar. Bu da məlum məsələdir. Əvvəlcədən də qeyd etdik ki, Eratosfen və Ptolemeyin xəritəsində qeyd olunan ərazilər ki var idi ki, hansı ki, Cənubi Avropa idi, Prineyapenin Balkan idi, daha sonra Şimali Afrikada Liviya idi, Qərbi Asiya idi. Bura köhnə dünya adlandırılırdı. Bu fikir də doğrudur. Yeni dünyanın kəşfi dəniz ticarət yolunun genişlənməsinə səbəb oldu. Yeni dünyanın kəşfi İspan səyyahı Fernand Magellanın adı ilə bağlıdır. Bu fikir səhv fikirdir. Niyə? Çünki Fernand Magellanın adı ilə bağlı deyil. Bu Xristofor Kolumbun adı ilə bağlıdır. Hansı ki 1492-ci ildə dedik ki, İspaniyadan çıxdı, gəldi West Hind adalarına doğru və yeni dünyanı, Amerikanı kəşf etdi. Xristofor Kolumbun adı ilə bağlıdır. Fernand Magellan da İspaniyadan çıxdı, Cənubi Amerikanın cənubuna doğru üzdü, Magellan boğazından keçdi. Fernand Magellanın adıyla nə bağlıdır desə, deyirik ki, ilk dəfə dünya səyahət etdi, yerin kürə formasında olmasını əyani olaraq sübut etdi. Daha sonra
Bir də ki, qeyd dəftərində bir günü itirmişdi, çünki deməli üzmüşdü şərqdən qərbə doğru, yerin fırlanmasının əksinə doğru üzmüşdü. Ona görə də cavabımız, səhv variantımız Y variantıdır. Yeni dünyanın kəşfi Fernand Magellana aid deyil. 55. Hı hı. Yeni dünyanın kəşfindən sonra baş verənlərdən deyil. Yeni dünya kəşf olundu. Nə vaxt? 1492-ci ildə. Deməli, bizə soruşulur ki, yeni dünyanın kəşfindən sonra baş verənlərdən deyil. Yəni, əvvəl baş verib demək ki. Yeni dünyanın kəşfindən sonra kartof, pomidor, qarğıdağı kimi bitkilər gətirildi. Bu fikir doğrudur, çünki dedik nə? Yeni dünya kəşf olundu, yeni dünyadan köhnə dünyaya, Avropaya qida gətirildi. Pomidor, biber, kartof kimi bitkilər, tütün, taxıl kimi bitkilər isə Avropadan Amerikaya daşındı. Avropalılar bu əraziləri istismar etməklə təbii sərvətlərini daşımağa başladılar. Bəli, bu fikir də doğrudur. Biz gələcəkdə də hal-hazırda da deyirik ki, yəni Avropa deməli Amerikanın təbii sərvətini mənimsədi, öz ölkəsinə daşıdı. Orada isə deyirik ki, Avropa öz yeni texnologiyasını deməli yaydı, sürətləndi. Buna görə də Amerikada texnologiya daha sürətlə inkişaf etdi, amma təbii sərvətini də mənimsədi. Bu fikir də doğru fikirdir. Ticarət yolları tədricən Aralıq dənizi hüdudlarından çıxaraq daha geniş əraziləri əhatə etməyə başladı. Bu fikir də doğrudur. Amerika kəşf olunandan sonra əvvəllər Avropa, Asiya və Afrika ölkələri ticarət əlaqələri edirdi. Həmçinin deyirik ki, İpək yolu var idi və İpək yolu da deməli 1498-ci ildə Hindistan kəşf olunandan sonra öz əhəmiyyətini itirdi. Dəniz yolu sübut olundu. İspaniyadan Afrikanın cənubuna doğru gedərək cənubundan Hindistana çatdılar dəniz yolu vasitəsilə. Ona görə dedik ki, nə? Aralıq dənizi hüdudlarından çıxdı, artıq Atlantik okeanında üzməyə başladılar və yeni dünyaya gəldilər, çıxdılar. Bu fikir də doğrudur. Aralıq dənizində əvvəlcə üzürdülər, sonra isə daha da genişləndi. Yeni torpaqlar Avropalılar müstəmləkələrə çevirdilər. Bu fikir də doğrudur. Avropadan Hindistana gedən dəniz yolunun axtarılmasına maraq tamamilə itdi. Xeyr, itmədi. Çünki niyə? Həmin dövrdə Hindistanı niyə axtardılar? Fikirləşirdilər ki, Hindistanda çoxlu qızıl var, var-dövlət var, təbii sərvəti daha çoxdur. Ona görə Hindistanı axtarırdılar. Amma Amerikanı kəşf eləyəndən sonra bu heç də yəni Hindistana dəniz yolunun axtarılmasına ümid itmədi. Yenidən axtarmağa başladılar. Hansı ki 1498-ci ildə dedi ki, Vasco da Gama getdi və Hindistanın dəniz yolunu tapdı. Fernand Magellan da Hindistanın dəniz yolunu kəşf etmək məqsədi ilə səyahətə çıxmışdı. Amma o deməli tapmadı da Hindistanın dəniz yolunu, Vasco da Gama tapdı. Səhv fikrimiz Y variantıdır. Çünki deyir ki, Avropadan Hindistana gedən dəniz yolunu axtarılmasına tamamilə maraq itdi. Bu fikir səhv fikir olur. Y variantı. 64-də mənim 64-də tam başa düşmədim ona görə. 64. 64-də deyir ki, Marco Polo'dur, Janson'dur, Bering'dir. Bunlar üçü də olmuşdu nə? Səyyah. Mercator, Martin Wadzemiller, Elbruni. Bunlar da Mercator atlas tərtib eləmişdi, atlas hazırlamışdı. Bunlar da olmuşdu nə? Wadzemillerlə Elbruni də. Wadzemiller olmuşdu kartoqraf, Elbruni də yenə də dedik ki, yer alması adlandırılan qlobus hazırlamışdı. Deməli, səyyah və qlobus ikisi bir yerdə olur. Martin Behaim, daha sonra Henry Stanley, Robert Scott, bir də Piri Reis. Piri Reis də Atlantik okeanının şimal hissəsində. Deyir ki, həm səyyah olsun, həm də kartoqraf olsun. Bir tərəfdə səyyahları verib, Marco Polo, Janson, Bering. Bir tərəfdə isə Mercator, Wadzemiller, Elbruni verib ki, kartoqraflar bunlar xəritə tərtib ediblər. Yəni Mercator atlas tərtib etmişdi, Wadzemiller xəritə tərtib etmişdi, Elbruni də qlobus hazırlamışdı. Deyirik ki, ikisinə ortaq olan cəhət, ortada sual işarəsi qoyub. Həm səyyah olan, həm də ki, kartoqraf olanları seç deyir. Buna da deyirik ki, Piri Reis. Piri Reis dedik ki, Atlantik okeanının şimal hissəsini xəritəsini tərtib etmişdi. Martin Behaimin də qlobusu var idi. 2-4. 2-4 A variantı olacaq burada cavabımız. Aha. 70-dən 71. 70-lə 71. 70-də deyir ki, sosial coğrafiya nəyi öyrənir? Sosial coğrafiya, deməli, siyasi xəritələrin dəyişməsini, inzibati ərazi bölgüsü, siyasi coğrafiya öyrənir. Sosial coğrafiya əhalinin həyat tərzinin, həyat səviyyəsinin yüksəldilməsini, xidmət obyektlərinin ərazi təşkilini öyrənir. Əhalinin istismarının təşkili, yaşayış və təsərrüfat səmərəli qurulmasının, təbii tarazlığın qorunması üçün bu ekolojidir. Yaşayış və təsərrüfat bu olmaz. B variantı olmalıdır burada. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi və xidmət obyektlərinin ərazi təşkilini öyrənir. 70 olur B variantı. Rekresiya coğrafiyası da turizmdən bəhs edir. Hansı ki, deyirik ki, siyasi xəritələrin dəyişməsi yox, həyat səviyyəsinin yüksəldilməsi, xidmət obyektlərinin ərazi təşkili, əhalinin istirahətinin təşkilidir. C variantı da rekresiya coğrafiyasına aiddir. Hər biri Amidin kitabında qeyd olunubdur.
Olur nə variantı? C variantı. 71 C variantı. 70 olur B variantı. Hı hı. Aha, Sonra var 79'da. 79. Deyir ki, yeni dünyaya aid olan əraziləri seçin. Yeni dünya hansıydı Məlahət? Öğreneceğim ama yeni dünya. Yeni dünya, köhnə dünya hansılar idi? Gümüş səndə. Köhnə dünya Afrika, Asiya, Avropa idi. Yeni dünyada Avustraliyanın, Şimali Amerika, Cənubi Amerika. Ay sağ ol. Deməli burada nə olur variant? 2 və 3. 79, 2 və 3 olur. Hı hı. Yəni Şimali Amerikanın, Cənubi Amerika köhnə dünya. Bayaqdan 7 dəfə qeyd elədik. Bax deməli Avropa, Afrika, bir də Asiya, Qərbi Asiya. Hansı ki Ptolomey ilə Eratosfenin tərtib etdiyi xəritədə olan ərazilər adlanır köhnə dünya. Amma yeni dünya hara adlanır? Sonradan kəşf olunan ərazilər. Hansı ki dedik ki 1492-ci ildə kəşf olundu ha, Şimali Amerika, Cənubi Amerika, bir də dedik nə? Avstraliyanın Antarktida. Yeni dünya əsasən Amerika, Avstraliya, Antarktida adlandırılır. Deməli Şimali Amerikanın üstündə yazılıb 3, Cənubi Amerikada yazılıb 2. Deməli cavabımız nədir? 2, 3. Sonra Məlahət səhvlərin nə var? Hamısını de. Müzakirə ilə Deyirəm yadında daha mən. yaxşı qalacaq. 81'de var mənim. 81. 81-də deyir ki, Alman tədqiqatçısı Alexander Humboldt'un 1799-1804-cü ildə Amerikada öyrəndiyi coğrafi obyektləri seçin. Hansıdır? Deyirik ki, deməli, Ant dağlarını Alexander Humboldt dedik biocoğrafiya elminin banisi idi. Ant dağlarını öyrəndi. Daha sonra Mərkəzi Amerikada vulkanları öyrəndi. Sonra neynədi? Bir də biri deyirik, 81 deyirik, 84'ü. 81. Ay sağ ol. 81 deyirik. Ant dağlarını dedik. Daha sonra Mərkəzi Amerikan dedik. Bir də Orinoco, Amazon çaylarını da dedik ki Humboldt kəşf etmişdi. Onda nə olur? 1, 2, 3. 1, 2, 3 olur. Braziliya yaylasını demirdik, böyük gölləri demirdik. Böyük göllər çünki Şimali Amerikadadır. Patagoniya da Cənubi Amerikanın cənub hissəsindədir. Ona görə o aid deyil. Aha. 84. 84. 84. Böyük coğrafi kəşflər dövrünün səyyahlarından deyil. Böyük coğrafi kəşflər dövründə kim var idi? Dedik ki, Vasco da Gama idi 1498-ci ildə. Juan Elcano idi, hansı ki Magellan səyahətini davam etmişdi. Daha sonra Amerigo Vespucci idi ki, Christopher Columbdan sonra Şimali Amerikaya səyahət etdi, getdi yenidən tədqiqat işləri apardı və oranı yeni dünya adlandırdı. 2, 4 və 5. Böyük coğrafi kəşflər dövrünə aiddir, amma bizə aid olmayanı soruşduğu üçün 1, 3, bir də ki 6 olur sistemli. Böyük coğrafi kəşflər dövrünə aid deyil. Cavabımız oldu 1, 3, 6. Sonra Yoktu ben bunlarıydı.